Salam hörmətli izləyicilər. Bugün şəhid Nəcməddin Səfərovun 10-cu il dönümüdür. Nəcməddin Səfərov 1985-ci ildə İmişli rayon Göbəktələ kəndində anadan olub, 2016-cı ildə aprel döyüşlərində şəhid olmuşdu. Bugün Nəcməddin Səfərovun oxuduğu məktəbdə tədbir keçirilmiş, məktəbin şagird və müəllim kollektivi fəal iştirak etmişdilər. Allah şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı versin. Hörmətlə Könüllü Nəzarətçilər Birliyinin İmişli rayon şöbəsindən Maşallah Atayev.